Amerika Birləşmiş Ştatlarının New York şəhərində fəaliyyət göstərən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası və Birləşmiş Ştatların CSC Combat Birliyinin təşkilatçılığı ilə The Gauntlet adlı çoxmərhələli peşəkar döyüş turnirinə start verilib. Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, New Yorkda yaşayan Azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı Diaspor TV-yə bildirib ki, turnir ilk dəfədə təşkil olunur və rəhbərlik etdiyi qurumun Amerika Birləşmiş Ştatlarında idman sahəsində həyata keçirdiyi ilk beynəlxalq layihəsidir. 2023-cü ildən artıq Amerika-Azərbaycan Gənclər Təşkilatı fəaliyyətə başlayıb. Fəaliyyətə başlayandan bir neçə tədbirlər həyata keçirib və bu bizim ilk böyük bir tədbirimiz ki, MMA tədbiri keçiririk. Tədbirdə Amerikanın demək olar bütün ştatlarından olan idmançılar bugün burada iştirak edirlər. Çox ştatdan gələn döyüşçülər var. Tədbirimiz ondan ibarətdir ki, MMA idman növün Amerikada hər kəs bilir ki, MMA idman növü bir nömrədir. UFC kimi bir böyük təşkilat var. Biz də UFC-yə getmək üçün bəzi idmançıları belə balaca kiçik zallardan, arenalardan çıxıb UFC-yə gedirlər. Heç kəs birdən-birə UFC-yə gedib çıxmır. UFC-yə getmək üçün belə arenalarda döyüşmək lazımdır. Və bugün biz artıq belə bir liqanın, Critical Combat Liqasının təşkilatçıları ilə birlikdə Amerika-Azərbaycan Gənclər Təşkilatı birləşib belə bir yarış təqdim edir. Və məqsədimiz ondan ibarətdir ki, bütün gənclərimiz irəli getsin, qabağa getsin, Azərbaycanın tanınması üçün əlimizdən nə gəlirsə onu eləməyə hazırıq.